Nə qədər calibi heyrət. Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Hər qülbədə, kaşanədə, viranədə iblis. Həp Kəbədə, bütxanədə, meyxanədə iblis. Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs bana aciz qul ikən, bəslər ədavət. Lakin məni təhqir edən ey əbləh miskin, olduqca müsəllət sana bir nəfs iləyimin, pəncəmdə dəmadəm əzilib qıvralacaqsın. Daim ayaq altında sönüb məhv olacaqsın. Bənsiz də əmin ol, sənə rəhbərlik edən var. Qan püskürən, atəş savuran kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəylər, altın və qadın düşkünü divanə bəbəklər. Bin hilə quran tilki siyasilər, o hər an məzhəb çıxaran, yol ayıran xadimə ədyan. Onlarda bütün fitnə üşər, zülmü xəyanət. Onlar duruyorkən bəni təhqirə nə hacət? Onlar, evet onlar sizi çiğnətməyə kafi, kafi sizi qəhr etməyə, məhv etməyə kafi. Mən tərk edərəm sizləri əl-an. Nəmə lazım? Heçdən gələrək heçliyə olmaqdayım azim. İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis. Bravo.